Salam əziz abituriyentlər, 19 oktyabr 2025-ci tarixində 9-cu sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sualda Misirdə hündürdə yerləşən əraziləri suvarmaq üçün istifadə edilirdi. Dediyimiz kimi bu qurğunun adı Şaduf idi. Digər variantlarla da tanış olaq. Damba torpaq təpə idi, Çati ali məmur idi, Firavuna ən yaxın köməkçisi hesab olunurdu. Nom xırda vilayətlər idi. Luqal isə ümumiyyətlə Şumerə aiddir, Misrə aid deyil, hərbi başçı idi. 32-ci sual Ulu İcmaya aiddir. Ulu İcma bildiyimiz kimi alt payt dövründə yaranıb. Belə doğru cavabımız A variantıdır. Digər variantlarla tanış olaq. Neolit dövründə mövcud olmuşdur. Xeyr, Neolit dövründə Ulu İcma deyil, kollektiv olaraq qəbilə mövcud idi. Bir neçə qohum qəbilə birləşmək nəticəsində yaranırdı. Bu tayfadan söhbət gedir. Erkən Tuncda yaranıb. Ox və kamandan istifadə edilirdi. Bildiyimiz kimi Mezolit dövründə kəşf olunub. Ox və kaman həmin dövr qəbilə var idi. Təsərrüfatda xışın mühüm yer tutması Erkən Tuncda aid bir xüsusiyyətdir və bu dövrdə də tayfa var idi, kollektiv olaraq Ulu İcma yox idi. Azərbaycan ərazisində yaranmış ilk mərkəzləşmiş dövlətin paytaxtı. Bildiyimiz kimi ilk mərkəzləşmiş dövlət 9-cu əsrdə eradan əvvəl yaranmış Mana dövlətidir. Mana dövlətinin paytaxtı isə İzirtu şəhəridir. Qələm Çin tarixinə aiddir. Hieroqlif yazılardan istifadə olunması, bəli, yadan və 2-ci minillikdə hieroqlif yazı yaranmışdı. Şahmatın ixtirası bu Hindistana aiddir. Hökmdarın Firon adlanması Misrə aid xüsusiyyətdir. Kompasın kəşf edilməsi də Çin tarixinə aiddir. Cavabımız 1-4. 5-də göstərilən isə Het tayfaların mübarizə aparmaları Misrə aid xüsusiyyətdir. Daha sonra baş vermişdir. Gəlin öncə hər birinin hadisələrin illərini qeyd edək. 2-ci Ramzesi Misri idarə etməyə başlaması həm 1-ci Tutmos, həm 3-cü Tutmos, həm 2-ci Ramzes eradan əvvəl 2-ci minillikdə, yəni Misirin qüdrətli dövründə mövcud hakimiyyətdə olmuşlar. Böyük İpək yolunun salınması eradan əvvəl 2-ci əsrə aid xüsusiyyətdir Xan Suasi dövründə. A variantındakı hadisə minilliklə verildiyinə görə biz məcburuq ki, bütün variantlardakı hadisələri minilliyə çevirək. İndi İpək yolunun salınmağı eradan əvvəl 2-ci əsrdir. Bunu minilliyə çevirsək eradan əvvəl 1-ci minillik hesab olunur. Sarsaqlar üsyanı bizim eranın 184-cü ilində baş verib. Bunu minilliyə çevirsək bizim erada 1-ci minillik hesab olunur. Hindistanın ilk dəvati halda birləşdirilməsi eradan əvvəl 3-cü əsrə aid xüsusiyyətdir Padşah Aşoka tərəfindən. Bunu da minilliyə çevirsək yenə də eradan əvvəl 1-ci minillik hesab olunur. Şumer şəhər dövlətlərinin yaranması eradan əvvəl 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəlləri tarixinə aiddir. Daha sonra dediyinə görə biz burada bizə ən yaxın olan hadisəni, tarix hadisəni seçək. Bu da bizim erada baş verən Sarsaqlar üsyanıdır. Cavab C variantı. 36-cı sual eradan əvvəl 3-cü minillikdə baş vermişdir. Şumer şəhər dövlətlərinin müstəqilliyi itirməsi. Bəli, bu doğru cavabdır. Eradan əvvəl 24-cü əsrdə Akkadların başçısı Sargon Şumer şəhər dövlətlərini işğal etmiş və burada Akkad imperiyasını yaratmışdır. Bu 3-cü minilliyin ikinci yarısına aiddir. Biri götürürük. Çində vuruşan padşahlar dövrünün başlaması eradan əvvəl 4-cü, 3-cü əsrlər vuruşan padşahlar dövrüdür. Başlama 4-cü əsrdir. 4-cü əsr bunu da minilliyə çevirsək, çünki bizdən minillik soruşulur. Bu eradan əvvəl 1-ci minillik tarixinə aiddir. Misirin paytaxtının Memfis şəhəri olması, Misir bildiyimiz kimi eradan əvvəl 4-cü minillikdə dövlət şəklində birləşib, yaranıb və 2-ci minilliyə qədər Misirin paytaxtı Memfis olub. Demək, 4-cü minillikdən eradan əvvəl 2-ci minilliyə qədər Memfis paytaxt xüsusiyyətini qoruyub. Bu doğru cavabdır. Cavabımız 1 və 3. 4-ə baxsaq, Hindistanın ilk dəvati halda birləşdirilməsi eradan əvvəl 3-cü əsr xüsusiyyətidir. Bu da minilliyə çevirsək eradan əvvəl 1-ci minillikdir. 37-ci sual hadisələrin səbəb-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. 2-ci Sargonun eradan əvvəl 714-cü ildə Mannaya yürüş etməsi, Sirdakam müqaviləsinin imzalanması, bəli, bu doğru cavabdır. Ulusunu və 2-ci Sargon arasında imzalanmışdı bu müqavilə. 1-ci İstismai əmək bölgüsünün baş verməsi Erkən Tunc dövrünün xüsusiyyətidir və 2-ci Maldarlıq bir-birinə ayrılması da doğru cavabdır. Cavabımız 1 və 2. Digər variantlara baxaq. Misirin ixtira edilməsi Eneolit dövründə baş verib. Bu dövrdə qəbilə yaranmayıb. Qəbilənin yaranmağı üst Paleolit dövrünün xüsusiyyətidir. Bu isə Eneolit idi. İranzo müstəqil siyasət yeritməsi. İranzo heç vaxt müstəqil siyasət yeritməyib. Bu Aşerin xüsusiyyətidir. Demək, doğru məlumat deyil. 2-ci Sargonun Mannaya hücumu isə eradan əvvəl 719 İranzonun dövründə Şuandal Dudokesiyonları yatırmaq üçün gəlmişdi. Yəni İranzonun siyasəti ilə bağlı deyildi. Əhalinin quldarlara və qullara ayrılması, ibtidai quruluşunun möhkəmlənməsi deyil, dağılması olardı. Çünki bərabərsizlik səbəbi ilə əhalinin bir hissəsi varlanır, yəni qullara çevrilir. Bir hissəsi isə yoxsul təbəqəyə çevrilir, yəni qullara çevrilirdi. 38-ci sual Qobustan qarası təsvirlərini yerləşdirən ərazinin xəritini müəyyən edin.
Qobustan burada xəritədə 1 olaraq qeyd olunub. Cavabımız B variantı. Digər yerlərə baxaq. Demək 2 Naxçıvandır. 3 kimi göstərilən ərazi Qusar ərazisidir. 4 Şamax ərazisidir. 5 isə Şəki ərazisidir. 1 Qobustan. Qırmızıqaşlar və sarımsaqlar üsyanı baş verərkən Çin hansı suları idarə edir? Bildiyimiz kimi qırmızıqaşlar üsyanı 1-ci əsrdə bizim erada baş verib, sarımsaqlar isə bizim eranın 184-cü ildə baş verib. Hər iki üsyan Çinin Xan sülaləsi dövründə baş vermişdir. İranzun fəaliyyət dövrünə aid deyil. İranzu bildiyimiz kimi eradan əvvəl 719-cu illərdə, yəni 8-ci əsrin ikinci yarısında ölkəni idarə edib. Assuriya müttəfiq olub, doğrudur. Ölkənin canişinə vasitə idarə edirdi. Bəli, canişin sistemi yaratmışdı, doğrudur. Dövlətin sərhədlərini genişləndirmişdir, doğrudur. Demək, İrartudan bəzi ərazilərini geri almışdır. Assur hökmdarının Mannaya qoşun yeritməsi, bu da doğru cavabdır. Eradan əvvəl 719-cu ildə Assur hökmdarı 2-ci Sarqon Şuandahal Durruka üsyanlarını yatırmaq üçün İranzun hakimiyyət dövründə Mannaya qoşun yeritmişdir. İskit tayfalarla ittifaqa girməsi bu doğru cavab deyil. Çünki İskitlərlə ittifaqa girən, İşbaka ilə ittifaqa girən Manna hökmdarı İranzu deyil, Ahşeri idi. Lulubi və Kuti dövlət qurumlarına aid oxşar cəhət. Azərbaycan cənubunda yaranıb, bəli, doğrudur. Urmiya gölü ətrafında yaranmışlar. Babil dövlətinə qarşı mübarizə aparmaları heç birine aid deyil. Bunlar Turukki tayfasıdır və Turukkilərlə birlikdə orada şahidlər yanlışlıqla bunu götürə bilərlər. Turukkilərlə Su, Kuti, Lulubi tayfaları var idi. Amma o tayfalara aiddir. Bizdən isə dövlət qurumuna aid xüsusiyyət istəyir. Dövlət qurumu da Lulubi və Kutilər 3-cü minillikdə mövcud olub. Urmiya gölü ətrafında yaranmalar, bəli, doğru cavabdır. 3-cü min ikinci yarısında Urmiya gölü ətrafında bu dövlət qurumları meydana gəlmişdir. Cavabımız 1 və 3. 4-cü əsrin sonunda süqut etmələri ümumiyyətlə bu dövrü görməyib. 4-cü əsr 1-ci minillik deməkdir. Bu dövlət qurumu isə 3-cü minillikdə mövcud olub. Akkadın süquta uğratmaları bu yalnız Kutiyə aid xüsusiyyətdir. Eradan əvvəl 22-ci əsrdə. Lulubiyə aid deyil. 42-ci suala baxaq. Eyler-Venn diaqramında Krit və Mikena mədəniyyətinin xüsusiyyətləri, piramidanın inşa edilməsi, bu heç birine aid deyil, Misrə aid xüsusiyyətdir. Misir, Babil ilə ticarət əlaqələri saxlamaları Krit mədəniyyətinin xüsusiyyətidir. 0 rəqəminin ilk dəfə tətbiqi bu Hindistana aiddir. Eradan və 2-ci mitə dağılması həm Krit, həm Mikena mədəniyyətinin ortaq xüsusiyyətdir. Dəfn olunanların üzərinə qızıl maskaların taxılması isə Mikena mədəniyyətinin xüsusiyyətidir. Variantlara baxsaq, burada 1 B, 2 Y, 3 D, B variantı. 43-cü suala baxaq. İnsanlar 2 dəfə metalla tanış olmuşdur. Eneolit, Eneos, mis, litos daş demək idi. Eneolit dövründə mis kəşf olunmuşdur. Cavabımız D variantı. Afina şəhər dövlətinə aiddir. Dori tayfaların hücumu nəticəsində süquta uğraması. Dorilərin hücumu nəticəsində süquta uğrayan demək, Eradan və 2-ci minilliyin sonlarında Mikena mədəniyyəti idi və onun nəticəsi olaraq da demək, Sparta şəhəri meydana çıxmışdır. Bu Afinaya aid xüsusiyyət deyil. Eradan və 7-ci əsrdə gümüş pul kəsilmişdi. Doğru cavabdır. Qullar hilotlar adlandırılırdı. Xeyr. Afinada qullar insan ayaqlı adlandırılırdı. Hilot Spartadaydı. Drakon qanunları Eradan və 7-ci əsrdə qəbul olunmuşdu və Afinaya aid xüsusiyyət idi. Cavabımız 2 və 4B variantı. Axey tayfalar tərəfindən yaradılması isə bu da Mikena mədəniyyətinin xüsusiyyəti idi. Xronoloji ardıcılığı müəyyən edin. Padşah Aşoka tərəfindən bütün Hindistan birləşdirilməsi eradan əvvəl 3-cü əsrin ikinci yarısı. Ardından Hindistana gəlişi eradan əvvəl 2-ci minillik. Fikir versəz, birinci hadisə, qeyd etdiyim hadisə 3-cü əsr əsrlə verilib, ikinci hadisə minilliklə verilib. Məcburuq ki, biz bütün hadisələri minilliyə çevirək. Ona görə birinciyə qayıdıb, 3-cü əsri konkret minilliyə çevirsək, eradan əvvəl 1-ci minillik. Yəni 3-cü əsr 1-ci minillikdir. Davam edirik. 3-cü, Hindistanda ən qədim şəhərlərin meydana gəlməsi, bu eradan əvvəl 3-cü minillikdə meydana gəlmiş Mohenjo-daro və Harappa şəhərlərindir. Eradan əvvəl 3-cü minillikdə yaranıb, 2-ci minillikdə süquta uğramışdı. Makdon İskəndərin Hindistana hücumu, bu isə eradan əvvəl 327-ci ildir. Minilliyə çevirməliyik, ona görə də bunu yazdırıq. Eradan əvvəl 1-ci minillik. Xronoloji ardıcılığı əsasən demək öncə 3, sonra 2, sonra isə demək 4 və 1-i qeyd edirik. 3, 2, 4, 1. Cavabımız E variantı. Davam edirik. Mannanın eradan və 7-ci əsrin ikinci yarısı tarixində çox xarakterikdir. Biz öncə 7-ci əsrin ikinci yarısının neçənci illər aralığı olduğunu qeyd etməliyik. Əsrin bildiyimiz kimi 2 yarısı var. Elə bax bunu
Burada qeyd edək. Birinci yarısı desə 7-ci əsrin. Demək 700-dən 651 aralığıdır. İkinci yarısı desə 650 eradan əvvəl təbii ki 601 aralığıdır. Bunu qeyd etdik. Biz ikinci yarısını istədiyinə görə buranı bir nəzərə tutulur. Yəni 650 601-ci illər aralığı. Haqqında ilk məlumatların verilməsi. Manna haqqında ilk məlumatlar eradan əvvəl 843-cü, 829-cu kitabələrinə aiddir. Bu isə həmin göstərilən əsrə uyğun deyil. Demək 843 9-cu əsrdə. Varlığına son qoyulması eradan əvvəl 590-dır. Bu 6-cı əsrin əvvəlləridir. Bizə 7-ci əsrin ikinci yarısı lazımdır. Assur ilə əlaqələrin bərpa edilməsi, bəli, bu doğru cavabdır. Belə ki, Ullusunu hakimiyyətdə olan dövrdə, yəni 716 680-ci illər aralığı, demək, Ullusunu öncə Urartu ilə müttəfiq olmuşdu, sonra isə 2-ci Sarqonun yürüşündən 716-cı il yürüşündən sonra Assuriyanın ittifaqı bərpa etmişdi. Bu illər aralığına fikir versək, demək, bu 7-ci əsrin, daha doğrusu 1-ci yarısıdır. Xeyr, C variantı olmaz. Üzrü sayın, bu C variantı olmaz. Bu 1-ci yarısı 7-ci əsrin. Davam edirik. Canişinlik sisteminin yaranması. Canişinlik eradan əvvəl 8-ci əsrdə yaranıb. Konkret desək 740-719-cu illər aralığında hakimiyyət olmuş İranzun dövründə. Bu da doğru deyil. Urartu dövlətinə qarşı mübarizə aparması. Demək, Manna eradan əvvəl 7-ci əsrin ikinci yarısı. Burada mən nəyi səhv etdim? Bir də diqqətlə baxaq. Demək, Urartu dövlətinə qarşı mübarizə aparması, Manna Urartuya qarşı son mübarizəsi eradan əvvəl. Burada diqqətli olmaq lazımdır. Ola bilsin testdə hansı yanlışlıq gedib. Urartuya qarşı mübarizəni də qeyd edək burada. Eradan əvvəl, demək, məsələn 735-ci il, demək, İranzunun hakimiyyət illəri. 7-ci əsrin ikinci yarısına, yəni 650-601-ci illər aralığı Valinin hakimiyyət dövrüdür. Həmin illər aralığında da, demək, Assuriyanın əlaqələrini bərpa edilməsini qeyd edə bilərik. Çünki Vali 650-630-cu illərdə qeyd olunub, hakimiyyətdə olub. Bunu dəyişib, yəni Ullusunun dövrünü deyil, Valinin dövrünü yazsaq, qayıtıb buna yazaq. Bura Valinin hakimiyyət illərini yazsaq, doğru cavab çıxır. Aydındır. Biraz vaxt apardı bu sual, amma əslində mən Ullusunun deyil, Valinin nəzərə tutub yazsaydım, daha tez cavabı tapmış olardıq. Doğru cavabımız C variantıdır. Belə ki, C-də göstərilən illər aralığı 650-630-cu illər, bax bu illərə, yəni 7-ci əsrin ikinci yarısı illəri aralığına uyğun gəlir və Valli tarixi səhvdən nəticə çıxararaq, Aşerin etdiyi səhv etməyərək Assuriya əlaqələr bərpa etmişdir. Demək, orta paleolit və eneolit dövrünə aid oxşar olmayan xüsusiyyətləri istəyir bizdən insanların kollektiv halda yaşaması. Orta paleolit dövründə insanlar, demək, ulu icmada yaşayırdı. Eneolit dövründə isə qəbilədə yaşayırdı. Hər ikisi kollektiv halı idi. Bu ortaq xüsusiyyətdir. İstehsal təsərrüfatının mövcud olması. İstehsal təsərrüfatı mezolit dövründə yaranıb, neolitdə formalaşıb. Demək, bu yalnız eneolitə aid xüsusiyyətdir. Ortaq deyil. İkini götürürük. Dini inancların mövcud olması. Alt paleolit dövründən artıq dini inanclarda müəyyən, demək, irəliləyiş var idi. Dini inanclar yaranmışdı. Orta paleolit dövründə axirətə inam yaranmışdı. Eneolit dövründə də təbii ki, bu dəfn adətində özünü göstərirdi. Evlərin arasında dəfn edirdilər. Demək, bu ortaqdır. İnsanların duluçuluqla məşğul olması. Duluçuluq, demək, neolit dövründə, neolit inqilabı ilə yaranıb. Bu orta paleolitə aid deyil, demək, ortaq deyil. Eneolitdə var, amma orta paleolitdə yox. Cavabımız 2 və 4 B variantı. Əmək alətlərinin daşdan hazırlanması hər ikisinə aiddir xüsusiyyətdir. 48-ci suala baxaq. Qədim dövlətlər, Midiya və Əhəməni dövləti. İskit dövlətinin süquta uğratması, bəli, Midiya eradan əvvəl 590-cı ildə İskitlərdən varlığına son qoyub. Bu doğru cavabdır, Midiyaya aiddir. İkinci G tərəfinə əsası qoyulması, bu Əhəmənilər dövlətidir, Midiya deyil. Manna dövlətinə mübarizə aparması, bu da eynilə 590-cı il Mannanın varlığına son qoyulmağına başa çatan hadisə. 1AC, Əhəmənilər, Massagelərlə mübarizə aparması, bəli, 2-ci Kir eradan əvvəl 530-cu ildə Tomrislə mübarizə aparmışdı. Atropatena dövlətini Əhəmənilər görməyib, demək, eradan əvvəl 4-cü əsr süqut etməsi, bəli, 330-cu ildə süquta uğrayıb. Bu da 4-cü əsrin ikinci yarısıdır. Demək, 1AC, 2DF
Doğru cavabımız B variantı. Çin ilk dəfə Vaytala birləşdirilmiş hökmdar bu Sen Şixuandidir və Sen sülaləsi yıldan 221. Aşağıdakılar aiddir. Balkan yarımadasının cənubunda yerləşirdi, yəni Yunanistan ərazisindən söhbət gedir. Və əsası Dor tərəfindən qoyulmuşdu. Bu demək, yadın 2-ci min sonlarında yaranmış Sparta şəhəridir. Sonralar bu 8-ci əsrdə şəhər dövlətə çevriləcək. Xronoloji ardıcıllıq müəyyənədir. İlk şəhər tipli yaşayış məskənlərinin salınması Orta Tunc dövrünün xüsusiyyətidir. Demək, Orta Tuncun dövrü demək 3-cü, 2-ci minilliklər. İnsanların oturaq həyata keçməsi bu Neolit dövrünün xüsusiyyətidir. Neolit dövrü eradan əvvəl demək qeyd edək 8, 6-cı minillikləri əhatə edir. Sklopit tikililərin inşa edilməsi bu Son Tunc erkən dəmir dövrünün xüsusiyyətidir. Bu isə dövrə baxsaq eradan əvvəl 2-ci, 1-ci minillikləri əhatə edir. Manna dövlətinin Aşşur tərəfindən idarə edilməsi bu eradan əvvəl 675-650-ci illər aralığının xüsusiyyətidir. Bunu da minilliyə çevirməliyik, çünki digərləri minillik dövründədir. Eradan əvvəl 1-ci minillik. Xronoloji ardıcılığa əsasən demək 2, 1, 3 və 4. Cavab B variantı. Verilənlərin aid olduğu dövrün müəyyənə Neandertal insanın yaranması, təbii ki, orta paleotdan söhbət gedir, axirət inamın yaranması. 53-cü sual ana xaqanlıq fəxri ata xaqanlığı dövrünə aiddir. İnsanların kollektiv halda yaşaması. Ana xaqanlığında qəbilə halında, ata xaqanlığında tayfa halında yaşayırdılar, ya da bu da kollektiv fəaliyyət növüdür. Bu ortaqdır, fərq deyil. Ağıl insanın demək yaşaması, ağıl insan üst paleot dövründə, ana xaqanlıq dövründə meydana gəlib, ata xaqanlığında da var. Ortaqlıq xüsusiyyətdir. Köçmə yayılaq maldarlığı erkən Tunc dövründə yaranıb. Bu isə yalnız ata xaqanlığının xüsusiyyətidir. Ana xaqan dövründə belə bir xüsusiyyət yox idi. Bu fərqdir. Əmlak və sosial bərabərsizlik, ümumiyyətlə bərabərsizlik yaranıb erkən Tunc dövründə. Bu da ata xaqanlığının xüsusiyyətidir. İnsanların bizlə tanış olması Eneolit dövrünün xüsusiyyətidir. Eneolit dövrü ana xaqanlıq dövrüdür. Bizdə isə ana xaqandan fərqli xüsusiyyət istəyir. Bunu götürə bilmərik. Cavab 3-4. 54-cü sual Manna və Qədim Misir dövləti tarixinə aid oxşarlıq. Çoxtanrılığın mövcud olması bu doğrudur. Ortaqdır. Əhalinin əsasən türk dili olması bu yalnız Mannaya aiddir. Ehramlar yalnız Misirdə var. Hakimiyyətin irsi olmaması yox, olması olmalı idi. Dövlətə hökmdarın başçılıq etməsi də doğrudur. Misir fironun 3-cü Tutmos hakimiyyət dövrünə aiddir. Vahid Misir dövlətinin yaranması bu yerdən və 4-cü minilliyin xüsusiyyətidir. 4-cü min sonunda yaranmışdı Vahid Misir. 3-cü Tutmosda yerdən və 2-ci minillikdə hakimiyyətdə olub. Bunu xüsusiyyət kimi götürə bilmərik. Fironların piramidalarda dəfn etməyə başlanması bu 1-ci Tutmosdandır. 3-cü Tutmos demək 3-cü Tutmosdan başlanmayıb, 1-ci Tutmosdan başlayıb. Bunu götürə bilmərik. İşğalcı müharibədən aparılması, bəli. 3-cü Tutmos hakimiyyət dövründə Fələstin, Finikiya, Suriyanı tabe etmişdir. Misir sərhədlərinin genişləndirilməsi, məntiqlə işğalcı müharibə aparırsansa, oranı tabe edirsənsə, sərhədlərin genişlənir. Bu da doğru xüsusiyyətdir. Hetlarla Çün müqaviləsi Kadeş sülhündən söhbət gedir. Bu 2-ci Ramzesin xüsusiyyətidir. 3-cü Tutmosa aid deyil. Verilənlərin aid olduğu ərazinin müəyyən edin. Hunların yürüşlərinə məruz qalmışdır, dəqiq təqvim hazırlanmışdır. Bu Çin ərazisidir. Çin isə xəritədə 4 olaraq qeyd olunub. 2 Hindistan ərazisidir, qeyd edək. 1 Türkiyə ərazisidir. Müasir Türkiyə həmin vaxt Het ərazisi idi. 3 Rusiya ərazisidir. 57-ci suala baxaq. Teoman Tanhu və Mehdi Tanhuya aid xüsusiyyətlər. Yeni dövlətin əsasının qoyulması Teoman Tanhu 3-cü əsrin ikinci yarısında Hun dövlətini yaratmışdır. Ölkənin iki hissəyə bölünməsi bu Çiçi Tanhunun dövrünə aiddir. Yadan belə 58 heç birine aid deyil. Hun dövlətinin imperiyaya çevrilməsi Mehdi Tanhu xüsusiyyətidir. Demək, Çindən asıla düşməsi bu Çiçi Tanhuya aiddir, heç birine aid deyil. Böyük Çin səddini inşa etdirməsi də Sin Şixuandiyə aiddir. Yadan belə 214-cü ildə heç birine aid deyil. Mətnini oxuyaq, suallarla tanış olaq. Əqli və fiziki cəhətdən kamilləşmiş müasir insan tipli Azərbaycan ərazisində yarandı. Bu insanlar artıq məqsəd yönlü fəaliyyət göstərirdilər. Çayın digər sahilinə keçmək üçün ağacların gövdəsini kəsir, bir-birinə bağlayıb sal düzəldirdilər. Əmək fəaliyyətinin genişlənməsi nəticəsində səsli nitq formalaşırdı. Həmçinin bu dövrdə qan qohumluğu əsasında ana xətt ilə yeni insan kollektivi yaranırdı. Mənbədə hansı dövrdən bəhs olunduğunu qeyd edim. Bildiyimiz kimi burada məlumatda fikir versəz, ağıl insan tipindən söhbət gedir və demək
səsi nitq deyəndə artıq bizə məlum olur ki, bu üst paleolit dövrüdür. 59-cu sual. Mənbədə qeyd olunan müasir insan tipi başqa cür necə adlanır? Ağıllı insan. Digər adla Homo sapiens. 60-cı suala baxaq. Mənbədə sonuncu cümlədə fərqləndirilən hissədə hansı insan kollektivindən bəhs olunur? Bu da fərqləndirilən rəngli, qara rənglə verilən yeni insan kollektivi, yəni qəbilə icmasından, ulu icmanın yerinə qəbilə icması bu dövrdə yaranmışdır. Qəbilə icmasından söhbət gedir. Kanala abunə olmağı, videoları bəyənməyi və rəy yazmağı unutmayın.